Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Səccadə, Edicompany təzyiq şirkətinin informatika üzrə təlimçisi. Cari ildə magistratura üzrə kodlaşdırma zamanı tələbələri maraqlandıran ən çox verilən sualları bugün cavablandıracağam. Birinci sualımızla başlayırıq. İxtisas seçimi nə vaxt başlayır? Bununla bağlı rəsmi qərar olmadığı üçün dəqiq bir şey demək olmur. Lakin düşünürük ki, iyul ayının təxminən 5-i 10-u arası elan olunacaq. İkinci sualımız ən çox verilən suallardan biri ballar qalxacaqmı? Balların müəyyənləşdirilməsi hər il tələbələrdən bir növ asılıdır. Çünki məsələn X adlı ixtisasda 10 yer varsa və həmin 10 yerə iddia edən iddiaçılar minimum 50 bal toplayıbsa, demək ki, ən sonuncu şəxs 50 yığacaq və beləliklə o ixtisasın balı sizin dilinizdə qalxmış olacaq. Amma iddiaçılar aşağı balla müraciət edərlərsə, ballar stabil olacaq. Bu ildə nəticələr o qədər fantastik dərəcədə çox deyil deyə təxmin edirəm ki, keçən ilki ballar sabit qalacaq. Hətta bəzi ixtisaslarda aşağı düşməsi də gözlənilir. Növbəti sualımız, ixtisas dəyişmək olarmı? Dəyişərəmsə ödənişli olarmı, yoxsa ödənişsiz olarmı? Demək, ixtisasın dəyişdirilməsi ilə bağlı lap əvvəldən belə bir məsələyə toxunmaq istəyirəm ki, hər bir şəxsin, məsələn, X ixtisas deyək, proseslərin avtomatlaşdırılması ixtisasıdır. Sənə icazə verilir ki, 11-ci, 13-cü və 14-cü ixtisas proqramlarında, məsələn, cihaz mühəndisliyi, kompüter mühəndisliyi və elə proseslərin avtomatlaşdırılması mühəndisliyinə sən iddia edə bilərsən, o ixtisasları keçə bilərsən. Əgər bundan əlavə istəyirsənsə, iki variant var. 42-ci proqramda sosial iş və yaxud gənclərlə iş ixtisasını seçəcəksiniz. Burada əgər balı ödəyərsinizsə, minimum 55-60 bal olması lazımdır. Düzdür, keçid üçün 40 bal kifayətdir. 40 balınız olsa ora iddia edə bilirsiniz. Sadəcə olaraq mövcud şəraitə görə ən azı 50 balımız, 55 balımız olmalıdır ki, onun pulsuzuna keçə bilək. Yəni, ixtisası dəyişmiş sayılıram, sosial işə keçmiş sayılıram, amma ödənişsizdə oxuya bilərəm, icazə verilir. İkinci bir məsələ isə MBA-dır. MBA-da isə ümumiyyətlə bu Master of Business Administration deməkdir. Bu iqtisadi ixtisaslardır və bu ixtisaslarda ümumiyyətlə ödənişsiz olmur. Yəni, əgər ixtisası MBA yönündə dəyişəcəksənsə, bu ödənişli olacaq. Amma dediyim kimi 42-ci proqram olacaqsa, sosial iş və yaxud gənclərlə iş, burada bal ödəyərsə pulsa da düşmək olar. Növbəti sualımız, neçə balla kodlaşdırmaya girə bilərəm? Burada minimal bal 30 baldır. 30, 40 və 45, eyni zamanda 50 ballıq ixtisaslarımız da var. Əsasən humanitar ixtisaslar 45-50 ballı olur, məsələn, regionşünaslıq kimi ixtisaslar. Amma nisbətən 30 ballıq ixtisaslarımız da var, onların sayı az olsa da, məsələn, aqromühəndislik, yer quruluşu, xüsusi rabitə vasitələri, məşqçilik kimi ixtisaslar 30 bal kifayət eləyir və eyni zamanda solo oxuma, xanəndəlik kimi, instrumental ifaçılıq kimi xüsusi qabiliyyət tələb edən ixtisaslarda da keçid 30 bal kimi qiymətləndirilir. Digər, məsələn, bəzi texniki ixtisaslar var ki, hətta onlar da 40 baldır. Məsələn, kompüter mühəndisliyinin alt bölmələrində bəzi ixtisaslar var. Rejissorluq, məsələn, 30 baldır. Animatorluq var, məsələn, 14-cü proqramda icazə verilir. Burada yəni nisbətən aşağı bal tələb olunan ixtisaslar da mövcuddur. Digər sualımız, ən çox verilən suallardan biri MBA nədir? Ən çox maraqlanır tələbələr ondan. Bayaq da səsləndirdiyim kimi Master of Business Administration deməkdir. Azərbaycanla tərcüməsi, hərfi tərcüməsi biznesin təşkil və idarə olunması deməkdir. Bütün ixtisaslardan tələbələr, təbii ki, 45 bal limiti var burada, minimum 45 bal yığmağımız lazımdır. 45 bal limitini toplayan, yəni ən az 45 bal yığan tələbələrimiz bu ixtisasa iddia edə bilərlər. Bunun da alt ixtisasları var. Məsələn, təkcə biznesin idarə olunması deyil. Burada, məsələn, logistika, insan resursları üzrə, idarə etmənin müxtəlif formaları, məsələn, risklərin idarə olunması, layihələrin idarə olunması, ümumi idarə etmə kimi müxtəlif alt bölmələri mövcuddur. Və hansı universitetə düşə bilərəm? Məsələn, mən 45 bal toplamışam. 45 balla dövlət universitetlərindən əsasən Neft və Sənaye Universiteti, Turizm və Menecment Universiteti, bir də Bakı Mühəndislik Universitetləri daha çox qabarıq görsənir. Digər universitetlərdə ən azı 48-52 olması lazımdır. Və özəl universitetlərdə də 45 balla bir çox yerə MBA üzrə qəbul ola bilərik.